Herkese salam qızlar, necəsiniz? Ümidvaram ki, yaxşısınız. Uzun sürən aradan sonra yenidən geri gəldim. Mətbəxim falan təmizləyib, dünənləri təmizləyirəm, sadəcə çəkməmişəm. Bütün otaqları bir gündə dərindən təmizlədim. Mətbəxim bir qədər yenə qarışmışdı, hər yer bir yerdəydi. Aləm dəymişdi yenə bir-birinə. İndi bu gün qonağım gələcək. Neçə vaxtda qonağım falan var deyə, məlum səbəblərdən dolayı, müəyyən səbəblərdən dolayı. Ona görə çəkə bilmirdim də video. Həm də ki, motivasiyadan düşmüşəm, şort baxışlarımın sayı azalıb. Sizlərdən çox xahiş edirəm qızlar videolarımın hər birinə like atasınız, baxasınız, çoxlu komment yazasanız, yəni şortlara belə. Hər birinizi çox sevirəm. Bugün istədim ki, evlər təmizləyib qonağım var, videonu çəkə bilmirəm. Sadəcə dedim axşam yenə qonağım gələcək deyə sizlərlə bərabər yeməklər hazırlayaq. Menyuda bir-iki planlarım var. İstəyirəm yarpaq dolması eləyəm, ördək qovuram və yaxud da cücə qovuram. Belə bilinçik eləmək istəyirəm. Qəlyanaltılardan. Daha sonra isə bir də istəyirəm ki, salat hazırlayam. Paytaxt salat hazırlamaq istəyirəm. Ona görə saat hələ ki bir tamamdır. Dedim qonaqlar gələnə qədər, qonaqlar çox güman ki gecə gələcəklər. Çünki uzaq məsafədən gəlirlər. Ona görə bir-bir işlərimizi görək sizlərlə bərabər. Qızlar, burada da qaynatan bazarlıq eləyib. Bazarın eləyib deyəndə pomidor xiyarımız yox idi. Pomidor xiyar belə aldırdım. Süfrəyə qoymağa, düzdür salat da hazırlamaq istəyirəm. Belə. Biraz da kök alıb. Bunu da birinci qıvıracağam, amma salata da kök aldırmalıyam. Belə. Göyərtini də çox güman həm birinci qıvıracağam, həm də süfrəyə qoyacağam. Belə təmizləyərik. Bu da birinci üçün lavaşlar. O qədər birinci pişirdim ki, lavaşları da satışda qutarıb yoxdur, gəlmir. Belə, indi isə işimizə davam edək. Burada yarpaq dolmasının içini hazırladım. Belə hazır tutdum qaldı, da sizlərə çəkmədim. Qısa-qısa. Belə dolmanın içi hazır. Burada isə birinci kimin içini hazırladım. Belə. Burada toyuğumun kəfini yığacağam. Toyuq deyəndə bir dənə bud atmışam. Paytaxt salatının içərisinə didib tökməyə də bir də almayıb. Burada da yumurtalarımı qoymuşam qaynasın, paytaxt salatına. Burada da cücəmi doğrayıram. Qoyum qaynasın, cücəni qovuracağam belə. Elə ki bu qədər neyləsəm çəkərəm. Qızlar, burada yarpağımı belə qoydum biraz pörtsün. Burada da cücəmi qoydum qaynamağa. Belə. İndi isə gedək dolmamızı bükək. Birinci kim içliyi hazırdır, bir dənə bişirmək qalıb. Dolmanı birinci bükək qoyaq üstünə, sonra başlayaq o birlərini eləməyə. Qızlar, dolmam burada bişir, hazırdır. Birinci kimi də burada qızardıram. Qısa-qısa çəkiyorum da. Qızlar, son halı. Herkese yeni bir gündən salamlar qızlar, kanalıma xoş gəlmisiniz. Qızlar, bu vlogu o bir vlogla birləşdirəcəm. Çox güman ki, çünki qonaq gələn vlogu dayandırdım. Qonaqlarım bugün gedib, indi buraların son halı belədir. Gəlin sizlərlə bərabər hər yeri dərindən təmizləyək. Belə. Belə mətbəxin son halı belə. Yerləri pesosladım. Buraları belə sərgiyə saldım. Buraları da belə sərgiyə saldım. Qablarımı da yudum. Belə. Buralar da belə. Tərtəmiz. İndi isə gedək o bir tərəfləri təmizləyək. Əsas məsələ buradır. İndi isə bu yerlərin hamısını belə yığaq. Belə qonaqlarım gəlmişdi. Ona görə belə yerlər belə də qalıb. İndi isə gəlin buraları təmizləyək.